Aleykümselam, hər vaxtınız xeyirli, bərəkətli olsun. Demək dostlar, bugün istihdamlarla bağlı məlumat paylaşacağıq. Niyə sağlamlığa tələbat get-gedə artır? Nə üçün apteklərin sayı artdıqca xəstələrin sayı azalmır? Xəstəxanaların sayı artdıqca yenə də xəstələrin sayı azalmır. Səbəb hardadır? Bizdən çox-çox irəlidə gedən ölkələr bu məsələləri necə həll ediblər, bu problemləri necə çözüblər, bununla bağlı ətraflı danışacağıq. Qurban bəy, zəhmət olmasa slaydı təqdim edin. Demək dostlar, dünyada sağlamlıq durumunda vəziyyət belədir. 80% insanlar xəstəlik önü vəziyyətindədirlər. Bunlar nə sağlamdırlar, nə də xəstə deyirlər. Amma xəstə olmağa hazırlaşan adamlar. Yəni, heç bir iş görmürlər sağlamlıqları ilə bağlı. Necə gəldi yaşayırlar, necə gəldi qidalanırlar. Və təbii ki, sonucda onların peşələrinə görə, işlərinə görə, genetikalarına görə hansısa bir problem onları qarşıda gözləyir. 15% müxtəlif xəstəlikdən əziyyət çəkən insanlardır. Bunların da sayının az olmağı, həyatda qalmamaqları ilə əlaqədir. Yəni, dünya üzrə 15% insan xəstələrdir. Xroniki xəstələr ola bilər, bunların içində xərçəng, ürək damar problemləri, iflic və s. şəkər problemləri ilk başlıqdadır və bu xəstələrin elə əksəriyyəti sintetik kimyasal dərmanların qəbulundan müəyyən fəsadlar yaşayıb dünyadan köçürlər. Ümumiyyətlə, ölümə səbəb olan sırada dərman səbəbindən, dərman fəsadlarından, kimyasal dərman fəsadlarından ölüm 4-cü yerdədir. Və cəmi cümlətən 5% tam sağlam adamlardır. Burada bu sayda düşür, bizimsə, belə deyək, Yaponlardır, müəyyən qədər İndoneziyada var. Aparıcı ölkələrin sakinləridir ki, hansılar ki, müəyyən işlər görürlər. Sağlamlıqla bağlı ciddi işlər görürlər ki, onlar tam sağlamdır. Məlum məsələdir ki, xəstəlik önü vəziyyət daha çox sayı təşkil edir. Bunlar da keçid istiqamətindədirlər. Müəyyən bir qanuna uyğunluqla işlər görsələr, sağlamlığa bir yatırım eləsələr, söhbət puldan getmir, tək bilgisi yatırım eləsələr, öyrənsələr, tətbiq eləsələr, onlar 5%-ə qatılmış olarlar. Amma ki, heç bir tədbir görməsələr, onlar qatılacaqlar 15%-ə. Xəstəlik önü vəziyyətin öz göstəriciləri var. Bu, havadan asılı olaraq əhvalın dəyişilməsi, xəstəlik önü vəziyyətin göstəricilərindən biridir. Bir insanla əsəb keçirdib, digərin o əsəbi daşıması, səbəbsiz yerə kimdənsə xoşu gəlməməsi, məsələn, adam adama heç bir pislik eləməyib, amma pislik eləməyə digərin ondan xoşu gəlmir. Heç bir səbəbi olmadan quruluş xoşuna gəlmir, nə bilim, nə xoşuna gəlmir. Bu, artıq problematik düşüncə tərzidir və bu da hansısa xəstəliklərdən irəli gəlir. Demək, hansısa yaddaş problemləri, açarı hardasa qoydu, telefonu hardasa qoydu, pulu hardasa qoydu, hansısa işi görməyə yaddan çıxdı. Bu tipli məsələlər də xəstəlik önü vəziyyətini göstəriciləri. İldə 4-5 dəfədən artıq qrip halları yaşamaq və hər dəfə qripdən sonra belə deyək, ağır keçirtmək onun üçün, yatağa düşmək, bu da xəstəlik önü vəziyyətini göstəriciləridir. Ara sıra mədə qıcqırması, xroniki qəbizlik, xroniki yorğunluq, yuxu pozuntuları, məsələn, gecə saat 11-də yatır adam, 2-də durur da yata bilmir. Psixoloji müəyyən bir hallar, harasa gedəndə, məsələn, ayaq yolunu tez-tez istəmək halları. Bunlar hamısı xəstəlik önü vəziyyətin belə deyək, göstəricilərdir. Sinir sistemi ya düz işləmir, ya da hansı orqanla beynin əlaqəsində problem var və s. belə. Və ümumiyyətlə sağlamlıq durumuna təsir edən faktorlar var. Bu faktorların bəziləri bizim əlimizdədir, bəziləri bizim əlimizdə deyil. Qurban bəy, zəhmət olmasın. Demək dostlar, müəyyən məsələlər var ki, onlara biz təsir edə bilmərik. Məsələn, ekologiyaya biz təsir edə bilmərik. Yer üzündə cəmi
11-13%-a yaxın ekoloji təmiz zonalar qalıb ki, bura radiasiya daxil olmur, bura xüsusi belə deyək də çirkablı yağışlar yağmır, geni dəyişilmiş bitki aləmi yoxdur, bura xüsusi nəzarət altındadır. Digər zonalar hamısı ekoloji çirklənib radiasiyadır. Stresi biz həyatımızdan çıxara bilmərik, get-gedə artar ki, azalmaz. Texnika artır, bir neçə telefon işlədirik, kommunal xərclər, gündəlik rutin işlər, yol problemləri, təhsil problemləri, qazanc problemləri və s. üst-üstə yığılır və bu stres artır ki, azalmır. Özünüz bir dənə düşünün, 10 il bundan qabaq yolların vəziyyəti necə idi, probka var idimi, yox idimi, nə dərəcədə idi, bugünkü gün vəziyyət necədir? Və get-gedə bu azalmaz, stres artar və biz buna təsir edib, buna güc gələ bilmərik, biz təcrid ola bilmərik. Kimyəvi, ümumiyyətlə dərmandan əlavə kimya sənayesi bizim həyatımıza girib əməlli başdır. Yəni, bugünkü gün yediyimiz tortlardan tutmuş müxtəlif desertlər, peçonlar və s. tərkibində kimyasal maddələr var. Adi mayonezin tərkibini araşdırırsınız. Yəni, kimya, təbii bir şey tapmaq çox çətindir. Və bugün restoran yeməklərindən tutmuş evlərə qədər bu mayonez və s. istifadə olunur. Və kimya sənayesi bizim bədənimizə, elə deyək də, gündəlik bizim bədənimizə oturur. Qurban bəy, bir slayd geri qaytarın, zəhmət olmasın. Və irsi faktoru da biz sıradan çıxara bilmək. Məsələn, irsi problemlər ki var, onlar bizi hansısa yaşda gözləyə bilər, amma özümüzdən asılıdır. Bir insan var, məsələn, irsiyyatda şəkər var, insan var, irsiyyatda mədə problemi var. Ola bilər ki, baba, məsələn, mədə problemi yaşayıb 50 yaş üstü, amma nəvə bugünkü stresin, dərmanların, ekologiyanın, belə deyək də, həyat tərzini də nizamsız yaşasa, gec yatsan, nə gəlsə yesə, nəvədə məlum məsələdir ki, o mədə problemi 20 yaşda ortaya çıxar. Amma əksinə, hər şeyi nizama salsa, heç mədə problemi çıxmaya da bilər. İrsiyyat, yəni oradadır. Biz onu ya işə sala bilərik pis mənada, ya da ki, yaxşı mənada tədbir görüb qoruya bilərik özümüz. Və sonda duran faktor qida tərzi, qida plus həyat tərzi, bu artıq bizim sırf nəzarətimizə daxil olan bir məsələlərdir. Yəni, biz qidamızı da özümüz seçə bilərik. Qidadan əlavə bir şeylər də qəbul edə bilərik. Həyat tərzimiz də bizim əlimizdədir. Yatmağımızdır, qidalanma saatlarımızdır, idmanımızdır və s. Bu bizim öz əlimizdə olan bir şeylərdir. Və sevindirici hal odur ki, sağlamlığa 60% bu iki məsələ təsir edir. Növbəti slayd zəhmət olmuş. Həyat tərzi ilə, qida ilə biz, belə deyək də, mədaxil etmədən müəyyən bir proseslər baş verir. Və bayaq vurğuladığım o 5% əhali ki var, onlar artıq buna mədaxil edib düzən veriblər. Mədaxil eləmədən, belə deyək də, kadr arxası nə proseslər baş verir, onların izahını verəcəm. Demək, biz qidalanırıq və müəyyən bir işlər görürük. Və məsələn, belə deyək, zehinsel bir iş görürük, hansısa hesabat işləri aparır və yaxud da abituriyent şiddətli arvarda dərslər oxuyuruq, yaddaşımıza həkk edirik, məsələlər, düsturlar, hamısını yaddaşımıza həkk edirik. Bu, beynin fəaliyyəti vaxtı beyin müəyyən maddələr istifadə edir. Fiziksel bir iş görürük, əzələlər müəyyən maddələr istifadə edir. Adi, məsələn, tərləmədən sonra paltar yaş olursa, biz onu yumuruqsa, belə deyək, atırıq divanın başına, nə bileyim, stolun kəlləsinə atırıq. Bir saatdan sonra paltar quruyandan sonra görürsən ki, üstündə ləkə qalır. Yəni, şoran kimi bir ləkə qalır. Başa düşsən ki, bizim tərlə itirdiyimiz təkcə su deyil, hansısa maddələri itirir. Bu maddələr hardan gəlir ki, bədənə? Bədən onları işlətdikcə məsrəf edir və qida ilə biz bunun gerisini almalıyıq. Hətta uzun müddətli fiziksel işdən sonra, xüsusən yay vaxtları, biz babat tərlədiksə, adi su ilə hiss edirsən ki, o susuzluq yatmır. Hiss edirsən ki, nəsə əlavə, məsələn, ayran, duzlu, məsələn, nanəli ayran istəyirsən ki, o susuzluğu yatırasan, əslində bədənin itirdiyi mineral vitaminləri müəyyən qədər qaytarmalısın. Bəli, dostlar, düz başa düşdünüz.
Biz bugünkü qida ilə bədənimizə lazım olan maddələri verməliyik ki, bədən də bizim üçün lazım olan işləri görə bilsin. Bu qədər bəsit. Yəni, yaşam düsturu budur. Amma burada bir dənə məsələ var. Bugünkü qida bizə lazım olan maddələri verirmi? Artıq yaşlı nəsil çoxdan bunu dərk edib ki, vermir. Çünki 30-40 il bundan qabaq tərəvəz, meyvələr o vaxt verən dadı, o vaxt olan qoxunu bugün vermir. Bugün o təəssüratı bağışlamır. Yəni 40 il bundan qabaq biz pomidoru 2 otaq o tərəfdə doğrayanda qoxusu yayılırdı. Eləcə də xiyarı, eləcə də tərəvəzi doğrayanda onun qoxusu yayılırdı bütün otağa. Bugünkü gün o qoxunu biz burnumuzu o tərəvəzin içinə salsaq belə güclə alırıq. Bu da onunla əlaqəlidir ki, mineralların miqdarı orada çox-çox azdır. Səbəb nədir? Burada iki səbəblər var. Birinci səbəb torpaq tükəndiyinə görə tükənmiş torpaqda xalis gen bar vermir. Geni dəyişilmiş, geni modifikasiyalı genetikanı, belə deyək də, bitkiləri ora əkirlər ki, torpaq münbit olmasa da barın versin o. İkinci məsələ də gübrələr. Gübrələr də verilir ora, əlavə biraz da onun yetişməyini sürətləndirir. Yəni, qısa müddətdə bar verir, barı alırsan, amma içində bir şey olmur. Hətta 1936-cı ildə, 90 neçə il bundan əvvəl, Amerika Senatının rəsmi sənədi var. O sənəddə deyilir ki, bizim fermaların torpağı tükənib. Dostlar, 1936-cı ildə bu sənəd imzalanıb və bu fermalardan yığılan məhsullarla insanlar qidalansalar, avtomatik mineral vitamin götürüyünü özləşəcəklər. 90-100 ilə yaxın bundan əvvəl artıq Amerika bunu bəyan edib. Tükənməyin də səbəbi ard-arda əkmədir. Yəni, əslində fermer ən azından, belə deyək, 1 il əkib, 1 il fasiləyə verməlidir. Ən azından 2 il əkib, 1 il fasilə verilməlidir. Amma fermerlərin ticari baxımından buna vaxtları yoxdur. Ya banka kreditləri var, ya nəsə başqa problemlər ucbatından ard-arda əkmək məcburiyyətində qalırlar. Uzaqbaşı, belə deyək də, tərəvəz növünü dəyişirlər. Məsələn, bu il kartol əkirlər, gələn il taxıl əkirlər, o bir il başqa bir şey əkirlər. Amma nəsə yenə əkirlər və o torpaq ard-arda tükənir. O tükənən torpağın bar vermə xüsusiyyəti çoxdan dayanıb. Ona görə də geni dəyişilmiş modellər əkirlər və o həmən bitkilər də bizə lazım olan maddəni vermir. Bu problemlə inkişaf eləmiş ölkələr, dediyim kimi, Amerika kimi və digər ölkələr çoxdan artıq rastlaşıblar və ayılıblar da tədbir də görüblər. Ən birinci tədbiri Amerikanlar və Yaponlar görüblər. Ondan sonra da dünya da bunun ardı ilə gəlir. Demək, qayıdaq burada baş verən mexanizmlərə, tədbiri mən sizə deyəcəm. Mexanizm olaraq orqanizmə hər gün 1000 milliqram kalsium lazımdır. Hər gün təqribi 15-20 milliqram sink lazımdır. Hər gün 100-150 mikroqram selen lazımdır. Hər gün 20 milliqrama yaxın dəmir lazımdır. Haradasa bir 500 milliqrama yaxın maqnezi lazımdır. Və vitaminlər də bu sırada gündəlik tələbatı var. Ümumdünya Səhiyyə Təşkilatının laborator hesablamasına görə 2024-ün hesablaması. 2024-dən bu tərəfə insanlar gündəlik lazım olan dozanın 1/3-ni güclə alırlar. Yəni, kalsium almalıyıq 1000 milliqram, alırıq 300-400 milliqram. İş burasında ki, ürək kalsiumla döyünür. Əzələlər kalsiumla işləyir, beyin kalsiumla işləyir. Orqanizmə ən lazım olan minerallardan biri, maddələrdən biri. Və biz bunu 1/3 ala biliriksə yeməklə, qalan 1/2-ni bədən hardan tapır ki, ürək dayanmasın, beyin işləsin. Hətta biz yuxu görürük, yuxu görmə prosesi belə kalsiumla başa gəlir. Kalsium məsrəfi orada gedir. Ürək yatanda ürək döyünür, kalsium işlədir. Orqanizm yerdə çatışmayan 1/2 kalsiumu bizim sümüklərdən götürür. Bizə sormadan götürür. Uşaq olsa, yaşlı olsa fərq eləmir belə. Və hər gün götürür. Hər gün 1000 milliqramın qarşılığında biz 300-400 alırıq və hər gün yerdə çatmayan 600-700-ü orqanizm sümüklərdən yuyur qana ki, ürək və digər orqanlar bunu lazım maddəni götürsünlər, lazım miqdarı götürsünlər.
və beləliklə sümüklərdə yeyilmə gedir. Bu bir dənə problem. Digər problem odur ki, bu minerallar ki, sadaladım, siyahı uzundur. 60-70-dən yuxarıdır. Bəzi alimlər 100-ə yaxın vurğulayırlar. Vacib maddələrdir ki, bədənə oturmalıdır hər gün qida. Bunlar bir-birinə əlaqəli işləyir. Sümüklərdə kalsiumun deposu var, amma sinkin deposu bədəndə yox. Selenin deposu yoxdur və sümükdən yuyulan kalsium dana ki yuyulur, digər mineralların çatışmazlığı fonunda hüceyrəyə tam oturmur. Maraqlıdır, nə baş verir orada? Palma yağları ilə birləşir, damar divarına preslənir kirəç kimi. Bəli, istənilən, belə deyək də, axtarışa, məsələn, Google olsun, ChatGPT olsun, başqa bir platforma axtarışa versəniz ki, damar kirəcinin tərkibi nədir? Əsas tərkib nədir? Cavab gələcək kalsium. Həmən sümükdən yuyulan kalsiumdur. Başqa bir variant, hara oturur həmən kalsium? Əgər bizim aşağı ətraflarımız soyuqdadırsa, bazarda işləyən adam isə, betonda işləyən adam isə, soyuq mayelər qəbul edirsə, həmən kalsium oturur bizim böyrəklərə. Başqa otura bilir, yağlı yeməklər yeyirsə, axşamlar, soyuq su içənirsə, oturur öz kisəsinə daş kimi. Yəni o kalsium düz mübadiləyə yox, fərqli fəsadlı yerlərə gedir. Qurban bəy, qaytarmı zəhmət olmuş bayaqki slaydı. Demək, burada başqa bir məsələ də olur. Ən başlığa qaytarını mineralların olan yerini. Burada orqanizmə kalsium yetərincə daxil olmur, orqanizm sümükdən onu yuyur, yer-bel eləyə bilmir, problemli yerlərə yönəldir. Burada digər minerallarda çatmıraq. Məsələn, sink 15-20 mg lazımdır adama. Yeməklə biz alırıq 6-8 mg. Yerdə çatışmazlığı bədən məcbur qalır sağ tərəfdəki maddələrlə doldurur. Və də bəsit. Eləcə də sümükdən yuyulan kalsiumun əvəzinə də sağdakı maddələri doldurur. Orada da siyah genişdir, çeşid böyüdür orada. Qısa yazmışım. Yəni, gördüyünüz kimi qurğuşun, kadmium, bunlar ağır metallar. Stronsium, nikel, civə, alüminium və s. maddələri toplayır, sinkin əvəzinə, selinin əvəzinə, maqnezinin əvəzinə orqanizmə. Bu proses hər gün baş verir, hər gün. O maddələr hər bir yeməyin tərkibində var. Adi kadmium siqaret tüstüsündə yetərincə var. Siqaret çəkməyən adam belə siqaret tüstüsü ilə nəfəs alırsa, o kadmi sümüklərdə yuyulmuş, boşalmış kalsiumun əvəzinə oturur. Sinirə oturur, sinkin əvəzinə, qaraciyərə, böyrəklərə oturur, maqnezinin, selenin, sinkin əvəzinə. Və o ağır metallar xüsusən bədəndən 10-30 ilə çıxa bilir. Onlara insanın aurasını ağırlaşdırır, adam tutqunlaşır, əhvala qədər belə mənfi təsir edirlər, immunitetə qədər salır, kadmium da orada, civə də xüsusən xərçəng probleminə qədər gətirib çıxarırlar. Alüminiumdur, qurğuşundur, ağıldan kəmliyə qədər yaşlılarda, uşaqlarda autizmə qədər gətirib çıxardırlar. Civə sonsuzluğa qədər, xərçəng problemlərinə qədər, vəzi problemlərinə qədər gətirib çıxardır. Yəni, siyahı böyüdür. Və hər gün çatışmayan maddələrin yerinə o problemli maddələr oturmağa başlayırlar. Və bayaq dediyim kimi, insanın genetikasında hansısa bir xəstəliyə meyillik varsa, o xəstəliyi tezləşdirirlər. Şəkərə meyillik varsa, şəkər tezləşir. Çünki mədə-altı vəziyə xrom lazımdır, vanadium lazımdır, selen lazımdır, sink lazımdır. Onlar yetərincə bədəndə yeməklə çatışmayanda əvəzinə problemli maddələr otururlar. Həmən o problemli maddələr vəzinin sıradan çıxmağını biraz da tezləşdirir. Şəkər prosesini yavaş-yavaş tezləşdirirlər. Və bu vəziyyətdən insanlar xarici ölkələrdə necə çıxa biliblər ki, dünyada 5% tam sağlam adamlar. Yəni, bu maraqlı məsələdir. Buna bağlı danışacağım, amma orada xırda bir dənə nüans qaldı, plastik. Plastik də amansızcasına bizim sənayeyə daxil olub, insanlar özləri daxil ediblər və qlobal bir problemə gətirib çıxardır. Bəzi ölkələr bu ildən ayılıb, məsələn, Hollandlardır, İrlandlardır, İngilislərdir, Gürcüstandır, hətta Ərəbistanda
plastiki sənayedən çıxardırlar, amma digər ölkələr hələ qalıb. Yer kürəsinin, hətta deyim ki, bu ölkələr sənayedən çıxartsalar da tam çıxış yolu deyil bu. Çünki planetin istənilən suyunda plastik tapılıb. Plastik hər yerdə bugün var. Hətta belə deyək də, biz pişivoy salafanla yeməyi örtüyü tərkibində plastik var. Uşaq oyuncaqlarının tərkibində plastik var. Su bidonları ki var, plastikli. Onun tərkibində mikro və nanoplastik suya keçir və su ilə bədənə keçir. Xüsusən nanoplastik hissəcikləri beyində yığışırlar və alüminiumla yanaşı orada qocalıq, ağıldan kəmliyi yarada bilir, yaddaş problemi yarada bilir. Beyində vaxtından tez qocalma, çapıqlaşma problemləri yaradır. Həman plastik, nanoplastik civə ilə bir yerdə vəzilərdə yığışırlar və erkən klimaks problemi yaradırlar. Sonsuzluq problemi yaradırlar. Özü də bilirsiniz ki, bugün 5 qurulan təzə ailənin 4-ündə sonsuzluq problemi yaşanır, uşaq problemi yaşanır. Və əvvəllər 15-20 il bundan əvvəl ailənin bir üzvündə idi bu problem. İndi gəlirlər, həm kişi, həm qadında problem aşkarlanır. Yəni, plastik də bizim həyatımıza daxil olur. Bu plastik təbiət tərəfindən 150-200 ilə emal olunur. Amma təəssüf ki, orqanizmi onu emal edə bilmir. O bədənə daxil olur və heç bir tədbir görməsin, o bədəndən çıxmaz. Tədbir görmək lazım olacaq. Bununla da bağlı danışacaq. Növbəti slayd zəhmət olmasa. Onu deyim ki, sümükdə kalsium yula-yula hər gün biz 1000 milliqramın qarşılığında 300-400 alırıq və qalanın bədən sümükdən yuyur. Onu deyim ki, minimaldır 1000 milliqram. Məsələn, diş çıxaran uşaqda 1500 milliqramdır. Süd verən anada 1500-2000 milliqramdır. Hamilə xanımda 1500-2000 milliqramdır. Sümüyü 20 yaşlı bir insanda 1500-2000 milliqramdır. Amma buna baxmayaraq, bütün insanlar bugün yeməklə 300-400 milliqram ala bilir. Və bu aldıqları da tam mənimsənilə bilmir. Çünki molekulyar formadadır. Ferment sistemi lazımdır ki, bədəndə güclü olsun və onu həzm eləsin. Yəni, ağır, məsələn, kalsiumlu yeməkləri hər kəs həzm edə bilmir. Özünüz də bilirsiniz ki, məsələn, paşı hər adam həzm edə bilmir. Paşın tərkibində var, hər adamda yemirik. Yəni, beləliklə biz minimumun 300-400-ü bu illərdə alırıq, amma 2030-cu, 35-ci illərə proqnoz bundan da betərdir. O illərə proqnoza görə biraz da kalsium yeməkdə azalacaq. Yəni, fabrikat yeməklər arta-arta təbii komponentlər azalacaq. Sümüklərdə belə bir problem yavaş-yavaş baş verir və sümük yük götürmə qabiliyyətini itirir. Orqanizm tapdığı qurğuşun kadmiyi ora yerləşdirir. Onlar da sümükdə amortisasiya xüsusiyyəti rolu oynaya bilmir. Yük düşür fəqərarası disklərə. Beləcə beldə fəqərarası disklərin yırtıqları, dizdə menisk yırtıqları, çanaqda yeyilmə, orada da bağların yırtılması və s. problemlər baş verir. Bu problem artıq 21-ci əsrin taunu adlanır, kalsium çatışmazlığı. Və bir çox ölkələr artıq əl-ayağa düşürlər. Hindistan, Amerikadır və bir çox aparıcı ölkələr, əhalisi çox olan ölkələr, hətta uşaq bağçalarda uşaq yeməklərini, qocalar evində qocaların yeməklərini kalsium və digər minerallarla zənginləşdirmək qərarı verir və artıq tədbirlər də başlayıb. Yəni, bugünkü gün mineral çatışmazlığı totaldır. Və bir neçə ölkələr, dediyim kimi, 50-70 il əvvəl bunun həllini tapıblar. Növbəti slayd zəhmət olmasın. Növbəti slayd, bu slayd Hindistan sahillərində çəkilib. Hind okeanında Avstraliya səthi qədər plastik tullantısı yığışıb. Və bu çox, belə deyək də, acınacalı bir durumdur. Balıqların bədənində artıq o plastik tapılmağa başlayıb. Yəni, dəniz heyvanların bədənində və demək olar ki, bütün okean sularında, hətta sirkulyasiya edib, yağışla yağan suların da tərkibində artıq nanoplastik tapılıb. Növbəti slayd zəhmət olmuş.
Həlli yolu. Çıxış yolu, dostlar, əslində iki çıxış yolu var. Bir çıxış yolu çoxlu yemək yeməkdir. Yəni, bugünkü gün biz yeməklə, belə deyək də, öz qaydası ilə yediyimiz yeməklə 1/3 bu lazım olan maddələri alırıqsa, 3 qat yeməklə biz bunu hardasa doldura bilərik. Amma bəzi minerallarda bu çatışır. Bəzi minerallara bunu aid eləmək olmur. Məsələn, laborator hesablamalara görə bugünkü banan sortundan asılı olaraq selen dozasını, gündəlik dozasını vermək istəyiriksə 10-15 dənə banan yeməliyik. Vitamin C-nin gündəlik minimum dozasını almaq üçün pomidorla biz bunu aşılamaq istəsək, pomidor sortlarından asılı olaraq 30-40-a yaxın bir günə pomidor yeməliyik. Yəni, bu bir çıxış yoludur. Adam, belə deyək, bu çıxış yolunu fiziksel icra eləmək olmaz. Ola bilər, indi hansı istisna adamlar var. Deyim ki, dünyada kökəlmənin də əsas səbəblərindən biri bu. İnsan yeyir və yeməkdən lazım olan mineral, vitaminləri ala bilmir, kalorini alır. Vitamin, mineralları ala bilmir deyə hüceyrə səviyyəsində aclıq hiss edir. Və o hüceyrələr beyinə siqnal göndərirlər ki, biz doymuruq, insan da məcburi yeməyə başlayır. Amma deyim ki, dostlar, bu çıxış yolu deyil. Bugünkü gün Amerikada və digər inkişaf edilmiş ölkələrdə piyələnmə problemləri də qloballaşır. İkinci çıxış yolu təqribi bir 70 il bundan qabaq rəsmi elan olunub. Birinci şirkət Amerikada ortaya gəlib, ardı ilə də dünyanın müxtəlif yerlərində bioloji aktiv qida əlavələri istehsal edən şirkətlər ortaya gəlib. Bu gün də dünya üzrə çoxdur bu şirkət. Bu maddələr nədir? Bioloji aktiv qida əlavələri. Bu bizim dədə-baba qaydası ilə bildiyimiz qida əlavəsi deyil. Dədə-baba qaydası ilə bildiyimiz qida əlavələri, bunlar darçın, sarıkök, zəncəfil, məsələn, istiot və bu tipli, pul biber və s. bu tipli maddələr. Bunlar əzəl qədimdən istifadə olunur. Bunlar, bəli, məlum məsələdir ki, bunların da tərkibi zəngindir. Məsələn, 1-2 çimdik darçında olan mineral 3-4 boşqab heç firmdə də olmaz. Məlum məsələdir, bunların tərkibi zəngin. Ancaq bugün bunlarla da orqanizmin boşluğunu doldurmaq olmur. Burada emal məsələsi var. Çünki istənilən təbii xammalda, istənilən qidada bizə lazım olmayan tərkib də var. O baxımdan biz 30 pomidoru yeyə bilmirik. O baxımdan biz günə 10 banan yeyə bilmərik. Biz onu emal eləyə bilmərik. Yəni, onun tərkibində olan lazımsız maddələrin miqdarı lazımlıdan qat-qat çoxdur. Və onun emal yükü düşəcək bizim bədən üstünə, mədəaltı vəziyyət, qaraciyərə, dalağa, digər bağırsağa və insan bunu emal eləyə bilmir. Eləcə də qida əlavələrinin tərkibində də lazımsız maddələr var. Bunlar emal olunmur ki, sadəcə bitki qurudulur, üyüdülür və istifadə halına gətirilir. Eləcə də bu tipli bioloji aktiv əlavə buraxırlar. Əslində, qida əlavəsidir, bioloji aktiv əlavə adı ilə buraxırlar. Amma əslində, bu bioloji aktiv əlavə deyil. Məsələn, sarımsağı qurudurlar, üyüdürlər və üyüdülmüş sarımsağı kapsullara yerləşdirirlər. Məsələn, 100 kapsul edirlər, 10 neçə manata satışa çıxarırlar. O sarımsağın içindəki tullantı da oradadır, radiasiya da oradadır. Məlum məsələdir ki, biz ard-arda bir ay hər gün sarımsaq yesək, ikinci ay allergiya başlaya bilir. Təzyiq qalxa bilər, qaşınma ola bilər və s. problemlər ola bilər. Eynən də bu kapsullaşdırılmış, üyüdülmüş sarımsaqla da proses eyni cür olur. Çünki o emal olunmuyor. Lazımsızla, lazımlı ilə yanaşı lazımsız və zərərli komponentlər də oradadır. Və insan uzun müddət istifadə edə bilmir, problem yaranır. Bioloji aktiv qida əlavələri adından da bilinir. Bu, xüsusi bir iş görülmüş nəticədə alınan maddələrdir. Birincisi, xam mal əslində ekoloji təmiz yerdən yığılmalıdır, götürülməlidir. İkinci, emal olunmalıdır və tam lazımlı, faydalı tərkib saxlanılmalıdır. Lazımsız komponentlər tam uzaqlaşdırılmalıdır. Bu halda bioloji aktiv qida əlavəsi əldə eləmək olur.
Sırf dediyimi istehsal edən şirkətlər təəssüf ki, çox azdır. Yəni, bizim ölkədə də bioloji aktiv əlavə adı ilə satılan maddələr var. Qiymətləri ucuzdur, amma keyfiyyət, baxırsan ki, o keyfiyyət deyil. Və görürsən ki, bir neçə ölkədə yayılır. Amma sırf Tiyens və bunun kimi bir neçə şirkətlər var ki, onlar danışdığımız kimi ən ali keyfiyyətdə hazırlayırlar. Yəni, bioloji xam malı birincisi tam ekoloji təmiz zonalardan alırlar. Deyim ki, həmin zonalara da hər bir şirkətin deyək də girişi yoxdur. Ən təmiz, ekoloji təmiz zonalardan xam mal alınır. Bu bir. İkincisi, sırf Tiyensin fərqi ondadır ki, xüsusi Alman, Yapon texnologiyası ilə xam mal emal olunur, zərərli maddələr ayrılır, ancaq keyfiyyətli tərkib saxlanılır və lazımlı tərkib iyon halına gətirilir. Bu bir. İyon halı odur ki, orqanizmin heç bir enerjisi məsrəf olunmadan orqanizm onu mənimsəyə bilir, ağırlıq yaranmır. Və ikinci, bioloji fermentasiya olunur. Bioloji fermentasiya da bu görülən xüsusi bir işdir. Sırf bunu deyərdim ki, dünyada ancaq Tiyens edir. Digər səsləri dostlar, zəhmət olmasa alın. Bioloji fermentasiya nədir? Təsəvvür edin, dükan qatığı, market qatığı və ev qatığı. Market qatığını, belə deyək də, marketdə saxlamaq üçün, vitrin sürokunu artırmaq üçün ona müəyyən antibiotiklər qatırlar. Və bu antibiotiklər bağırsağa düşəndə o bizə xeyir yox, zərər verir. Eləcə də belə deyək, drojla bişmiş çörək və evdə aç xəmrə ilə, dədə-baba qaydası ilə bişmiş çörək. Bu çörəkləri yeyəndə tam fərqli hisslər olur. Drojla bişən çörək kök verir. Həzm problemi olur, adam ağır olur, akşam ümumiyyətlə yeyə bilmir. Yaşa dolduqca, xüsusən ferment sistemi tükənə, drojla bişən çörəyi yemək olmur, adama ağırlıq verir. Amma aç xəmrə ilə bişən çörəyi adam rahat yeyə bilir. Çox da yüngül edir adamı, həzmi də normal olur. Tiyens məhsulları da eynən bioloji fermentasiya olmuş. Yəni, Tiyens məhsulunun qablaşmanı açıb, içində 100 kapsul, 60 kapsul, birdən-birə hamısını insan qəbul eləsə belə heç bir zəhərlənmə baş vermir. Heç bir problem baş vermir. Əksinə, mövcud hansısa sağlamlıq problemi həll olunmuş olur. Yəni, Tiyensi fərqləndirən dostlar, bu xüsusiyyətlərdir. Dediyim kimi, xüsusi ekoloji təmiz zonalardan yığılan xam malın emalı, zərərli hissələr tam ayrılır, tam lazımlı tərkib qalır. Lazımlı tərkib iyonlaşır, iyon halına gətirilir və bioloji fermentasiya olunur ki, hüceyrələr tərəfindən tam mənimsənilsin. Bu, Tiyensin verdiyi üstünlüklərdir və sırf bunun hesabına Tiyens dünyanın 190 ölkəsində yayılır. Yəni, yetərincə böyük rəqəmdir. 1995-ci ildən bu günə qədər rəsmi olaraq 190 ölkədə rəsmi satışdadır, qeydiyyatdan keçir. Və qonşu ölkələrdə də Türkiyə, Qazaxıstan, Rusiyada çox böyük satışlar olur. Çox böyük rəqəmlər var orada. İnsanlar artıq bilirlər ki, bugünkü qida mənə lazım olanı yetərincə verə bilmir. Geri gəlmişim. Bugünkü şua ilə də mən lazım olanın bir xeylisini məsrəf edirəm. Özü də bilirsiniz, texnika ilə təmasdan sonra insan halsızlaşır. Çox uzun müddət təmas olanda insan yorğunlaşır. Səbəb də odur ki, vitaminlərin bəzilərini aparır şua və bioloji aktiv əlavə olmadan texnika qarşısında sağlamlığı qorumaq çox çətindir. Növbəti slayd zəhmət olmasın. Dünyada vəziyyət dostlar, açıq deyim, mən bu rəqəmləri çoxdan belə deyək də görmüşəm, amma əvvəl o qədər də xoşa gəlmirdi, çünki bu təzə bir şeydir, qəbullana bilmirdim. Baxmayaraq ki, tibb təhsili almışdım, yəni tibb sektorunu bitirmişəm, həkimlik sahəsini, amma bizə də o vaxtı bununla bağlı heç nə izah olunmuyor, çünki bu bizlərdə təzə bir məsələlərdir. Və qəbullana bilmirdim ki, bu necə olur, bu qədər belə vəziyyətdir, amma araşdırdıqca gördük ki, Yaponlar böyük bir kütlə ilə bunu istifadə edirlər. Bir işdə yəqin ki, Yaponlar dünyanın ən uzun ömürlü xalqıdır. Singapurdur, İndoneziyadır, Amerikadır, Kanadadır, Avropanın bəzi ölkələrdir. Deyim ki, onlarda da artıq yaşam
həddi qalxır. Sırf bioloji aktiv əlavələrin hesabına. Baxmayaraq ki, Yaponlar bizdən də çoxdan da texnika ilə təmasları var. Bizdən də çox texnika işlədirlər və bizdən əlavə onların problemləri var ki, ora atom bombaları atılır. Buna baxmayaraq Yaponlar dünyanın ən uzun ömürlü xalqıdır. Və proqnozlara görə 10 ildən sonra, 5-10 ildən sonra bu planetdə sağlam qalmağının yeganə yolu bioloji aktiv əlavə olacaq. Yəni məcburiyyət olacaq. Ona görə hər birinizə tövsiyə edirəm ki, yaşından asılı olmayaraq öyrənin və uşaqlara da öyrədin ki, bilsinlər bunlar nə olan şeylərdir. Növbəti slayd zəhmət olmasın. TNS şirkəti bir çox sertifikatlarla dünyada tanınır və TNS şirkətinin özəllikləri barəsində artıq danışdım. Xüsusi özünün bir istehsalatı var, elmi tədqiqat mərkəzi var. TNS-in tibb mərkəzi bugünə qədər də dünyada ərazisinə görə ən böyük tibb mərkəzidir. Yəni şirkət sağlamlıq sahəsində qlobal işlər görür. Və bizləri də tez-tez bu işlərlə tanış edir. Qurban bəy növbəti istəyəcəm. Məhsullar bayaq danışdığımız kimi bir neçə istiqamətə fəaliyyətinə görə şərti bölünür. Şərti bölgü belədir ki, var təmizləyici məhsullar, var tamamlayıcı məhsullar, var bərpa edici məhsullar və sonunda da profilaktika, belə deyək, sağlamlıq məsələləri tam həll olunandan sonra, o 5% sırasına keçəndən sonra profilaktik işlər. Təmizləmə prosesləri bayaq dediyim kimi nanoplastik o bədəndən çıxmalıdır. Şuanın mənfi fəsadları, belə deyək, şuan nəticəsində orqanizmdə müəyyən mənfi bir məhsullar yaranır. Oksidləşdirici maddələr, sərbəst radikal da buna deyirlər. Son vaxtlar çox-çox istifadə olunur. Onlar da orqanizmdən çıxmalıdırlar və ən təhlükəlisi civədir, qurğuşundur, kadmidir, alüminiumdur və s. toksik maddələrdir ki, bunlar da orqanizmdən çıxmalıdırlar. Bunlar müntəzəm bu işi görməlisən ki, bədəni tərk eləsinlər. Bunun üçün TNS-də yetərincə yaxşı arsenal var məhsullardan. Orada sırada üçüncünü görürsün. O titazan keçən il, 2024-cü ildə Yapon Universitetinin laboratoriyası tərəfindən rəsmi təsdiqlənib və elan olunub ki, nanoplastiki orqanizmdən çıxardır. Yəni, bugünkü gün nanoplastiki bədəndən çıxarmaq üçün TNS-in məhsulu var, fitozan məhsulu. Müntəzəm istifadə olunarsa, plastik bədəndə qalmaz. Xüsusən o plastiklə bizim uşaqlarımız daha çox təmasda olurlar, oyuncaq və s. istifadə edirlər. Digər orada, məsələn, antilipid çay var. Çaylar ümumiyyətlə çox qədim reseptlər əsasında hazırlanır. 5000 illər bundan öncə olan reseptlərdir. Müasir texnologiya ilə bayaq dediyim kimi emal olunur, ion halına və bioloji fermentasiyaya məruz qalınır və dünyada reytinqə görə çox yuxarıda olan reytinqli çaylardır. Çayları istifadə eləməklə həm təmizləmə işləri görmək, qan dövranı nizamlanır, qaraciyər toksinlərdən, piylərdən təmizlənə bilir, böyrəklər lazımsız maddələrdən tez təmizlənir. Beləcə də sinir sisteminə yaxşı təsir edir, həzmi kökü götürür. Yəni, bir dənə o çaylar orqanizmdə bir xeyli iş görürlər. Və digər təmizləmə məhsulları da ciddi işlər görürlər orqanizmdə. Məhsullarla bağlı çox yormayacağım sizi. Bu ayrıca bir araşdırmalı mövzudur. Növbəti slayd zəhmət olmuş. Var tamamlayıcı məhsullar. Tamamlayıcı məhsullar da maraqlı çeşiddir. Bunlar orqanizmdə bayaq dediyim kimi o çatışmayan maddələri tamamlayırlar. Məsələn, sink, selen, bayaq sadaladım ki, sink günə 20 mg-a yaxın lazımdır. Yəni, uşaq xəstələnibsə, o 1 saat tərləməklə elə 10 mg sink itirir. Və ona görə ondan sonra da bədən süstləşir, halsızlaşır, immunitet zəifləyir, iştah düşür. Və bu sinki əlavə olaraq vermək lazımdır.
TNS-in belə bir məhsulu var, sin ion formasındadır, bioloji fermentasiya olunur. Yəni, heç bir toksik təsiri yox. Dediyim kimi 60 kapsulu birdən də içə bilərlər. Heç bir problem yox. Amma tələbata uyğun olaraq hesablanmalı. 1 milliqramdan biraz yuxarıdır orada sintin dozası. Yəni, günə yeməklə belə deyək də bir 6-8 milliqram hesablasıq. Əlavə bir, məsələn, 6-10 kapsula qədər verməklə gündəlik sintin dozasını balanslaşdırmaq olar. Orada kalsium məhsulları var, xüsusi yer alır dünya bazarında. TNS kalsiumu dünyada əhali arasında qeyri-rəsmi olaraq kalsium kralı adını alır. Google-a və digər axtarış platformalara rus dilində bulsanız, ingilis dilində kalsium kralı kimdir, hansı məhsuldur, TNS məhsulu çıxır. Bu xüsusi hazırlanır və xüsusi düsturu var. Çin Elmlər Akademiyasının müdaxiləsi ilə hazırlanan bir məhsuldur. TNS-in kalsiumu orqanizmdə D vitamini çatışmazlıq fonunda belə hüceyrəyə qədər daxil edir. Yəni, indi bugün D vitamini çatışmazlığı total yəqin bilirsiniz. Məsələn, 30 nəfər analiz eləsi D vitamininə görə 25-27 nəfərdə rahat D vitamini çatışmazlığı aşkarlanır. Və kalsium bədənə vermək üçün bağırsaqda belə kalsiumun qana daşınmasını D vitamini icra edir. TNS kalsiumu dostlar elə hazırlayıblar ki, D vitamini minimum həddə olsa belə rahat bağırsaq divarından keçib hüceyrənin içinə qədər gedib çata bilir. 95-99% mənimsənilmə gücünə malikdir. Eləcə də TNS kalsiumun tərkibində D vitamini də var. Yəni D vitamini boşluğunu da onunla doldurmaq olar ki, yeməkdən alınan, belə deyək də, 300-400 milliqram kalsium alırıq. Onun da mənimsənilməsini TNS kalsiumu verməklə, D vitamini dolmaqla o da həll olunur. Bundan əlavə TNS kalsiumun mənimsənilmə məsələlərinə görə həsadlı problemli işlərdə də tətbiq eləmək olur. Məsələn, adamın böyrəyində daş var və sümük yeyilməsi var. Ona hər kalsiumu vermək olmur. Məsələn, bilirsiniz, adı yumurtanın qabığını üyüdüb, yeməyə qatıb yiyir, kalsium karbonat var tərkibində, amma o molekulyar kalsiumdur. Onun mənimsənilməsinə D vitaminindən tutmuş, bayaq dediyim kimi, sink, selen, maqnezi, silisium, bor, fosfor və digər maddələr lazımdır ki, onlar da bədəndə yetərincə yoxdur. Və onun fonunda yumurtanın qabığını üyütdüyü biz yedik, sümüklərimizi bərkitmək üçün. Bizim böyrəyimizdəki daşı böyüyəcək. Daş yoxsa daş əmələ gəlmə riski var. Böyrəklərin drenajı zəifdir. Ötdə çöküntü verə bilər. Eləcə də, yəni ad çəkmək istəmirəm, satılan kalsiumlar ki var, bəsit tərkiblidirlər. Tabaşirdən, mərmərdən, balıq qulağından hazırlayırlar. O kalsiumları da belə hallarda vermək riskdir. Digər bir məsələ, məsələn, uşağın dişi çıxmır, amma əmcəyi bitişib. Bu da kalsium çatışmazlığının əlamətidir. Əmcək bitişəndə, vaxtından tez bitişəndə uşağın beyindaxili təzyiqi qalxır. Və bu halda hər kalsiumu vermək olmaz ona. Hətta uşaq yeməkləri var. Onların tərkibində olan kalsiumlar da molekul formasındadır. Əmcəyi biraz da sürətlə bitişdirir. TNS kalsiumu isə burada fəsadsız iş görür. TNS kalsiumu ilə hesablayıb paket formasında hazırlanır. Bir paketin tərkibində 400 milliqrama qədər kalsium var. Uşağın qida ilə aldığı 300-400 belə deyə hesablasaq, böyründə ən azı 2 paket TNS kalsium verib 1200 milliqrama gündəlik dozanı çatdırmaqla əmcəyin bitişməyini dayandırıb, rahat diş çıxma prosesi davam edir. Əmcəyin də bitişmə səbəbi odur ki, uşağın bədəninə yeməklə yetərincə daxil olmuş, sümüyündən yuyulur, sümüyüdən yuyulmuş molekulyar kalsium gedir, oturur əmcəyin qıraqlarına, vaxtından tez bitişir. TNS kalsiumu ilə o prosesi də dayandırıb, dişi də sağlam çıxartmaq olur. Yəni, TNS kalsiumları premiumdular. Dünyada bugünə qədər ondan üstünü istehsal olunmayıb. Öz adımdan deyim ki, ailəvi olaraq 17 ildən yuxarı TNS məhsullarını, kalsiumlarını gündə istifadə edirik, sevə-sevə. Növbəti slayd zəhmət olunuz. Bərpa etmə prosesləri orqanizmdə, belə deyək də, onsuz da
tam sağlam adam tapmaq olmur. Xəstəliyini vəziyyətdə olan insanların da müəyyən problemləri var. O baxımdan onlar TNS-ə qoşulanda o problemləri də çözmək istəyirlər. Həm təmizləmə, həm tamamlama işləri ilə bahəm problemi də həll eləmək istəyirlər. Bunun üçün də məhsullar var TNS-də. Onlar aptek dərmanlarına bənzər işləri görürlər. Məsələn, aptekdə immunomodulator var, beta-glukan. Təbii mənşəli olur adətən. O beta-glukan bizdə məsələn kardisepsin tərkibində var, özü yaxşı dozalar. Kardisepsi istənilən iltihabi proseslərdə də tətbiq eləmək olur, eyni vaxtda da allergiya vəziyyətində də tətbiq eləmək olur. Adamın iltihabı varsa, eyni bronxial asması varsa, kardiseps bədənə girəndə ona da kömək edəcək, buna da kömək edəcək. Yəni, özünüz bilirsiniz, iltihab problemlərində adətən antibiotik istifadə olunur. Allergik bədənə də antibiotik vermək olmur. Amma TNS kardisepsi ilə allergiyanı hətta müalicə də eləmək olur, iltihabı da götürmək olur. Beləcə də digər məhsullar da bərpa etmə funksiyası daşıyırlar. Bunlarla mədə xorasından tutmuş, hepatitdən tutmuş ciddi problemləri də həll eləmək olur. Ancaq buna kökləmək istəmirəm sizi. Bunun üçün dozada adi dozadan, ənənəvi dozadan yuxarı olmalıdır. Məsələn, dediyim kimi də gündəlik kalsium tələbatı 1000 mg-dırsa, xəstəlik nə qədər ciddidirsə, doza bir o qədər çoxalır. 2000 mg-a qədər lazım olur. Və təbii ki, burada insanın maariflənməsi də vacibdir. Xəstə adam da onun, belə deyək də, yükü başqası daşıya bilməz. O yükü özü maariflənməlidir, başa düşməlidir və qəbul eləsə, yavaş-yavaş orqanizmin şansı qalıbsa, o şansı orqanizm özü bərpa edir və xəstəliklə mübarizə aparır. Yəni, danışdığım kimi, burada həkim bir məsələləri yox. Sadəcə orqanizmə lazım olan məsələ, çatmayan maddələri verirsən, zərərli maddələri çıxardırsan, orqanizm özü toparlanır və bir neçə bərpa edici məhsullarla orqanizm özü haqqın yolunu tapıb sağlamlıq düzəninə çıxa bilir. Təbii ki, dostlar, yenə deyirəm, problemin dərinliyindən, müddətindən, köhnəliyindən asılı olaraq burada verilən doza yuxarı olmalıdır və təbii ki, vaxt da yuxarı aparmalıdır. Məsələn, özümdən danışım ki, özümdə eynək var idi, mənfi 2,75. Təbii ki, mən 2 ayla onu düzəldə bilmərəm. Amma 3 ilə yaxın qəbuldan sonra eynəyi çıxartdım, gördüm ki, normal görürəm. Yanaşı başqa problemlərim də var idi. Bəlkə o problemlər olmasaydılar, 3 ilə yox, mən il yarım eynəyi çıxardardım, bəlkə də 1 ilə çıxardardım. Yanaşı başqa problemlərə görə də orqanizm həmən istiqamətlərə də yönəldir bu lazım olan maddələri. Mədəmdə xora var idi, boynumda yırtıq var idi, belim aşağısında məsələn, kiçik bir yırtıq var idi, nevrozluğun, təzyiqin və s. problemlərim var idi ki, yuxu problemindən əziyyət çəkirdim. Nəsə quru yemək yesəydim, mədə problemindən şiddətli ağrılarım olurdu. Və təbii ki, bunların hamısının belə deyək də, mən bunlara odaqlanıb TNS məhsulu qəbul eləməmişəm. Mən sırf köklənmişdim ki, çatışmayan maddələri verim bədənə, bədən özü həll eləsin. Heç deyim ki, sırf ona köklənib istifadə eləmirim. Və istifadə elədikcə gördüm ki, tədricən problem ardı ilə problem arxivə gedir. Özümü normal hiss eləməyə başlayıram. Və o baxımdan da bugün hazırda özümü desəm profilaktika etapında, növbəti işlər cəmiyyətimiz. Yəni, biz ailəvi olaraq artıq çoxdandır sağlamlığı düzənə çıxartmışıq və müntəzəm bugünkü gündə TNS məhsullarından istifadə edirik. Səhər, axşam dozalaşdırıb istifadə edirik, lazım olan dozanı veririk. Məsələn, hansısa ekstra vəziyyət oldu, hava kəskin soyudu, nə biləm, orada beyin yükləməsi oldu, harasa bir səyahətə getdik, orada dozanı artıq edirik. Menunu biraz da genişləndirib dozasını çoxaldırıq ki, orqanizm yükün altında belə deyək də, sayıqlığın itirməsin, həzz almağı belə deyək də, itirməsin. Öz düzənində işini davam edəsin. Növbəti slide zəhmət olmasa. TNS-in başqa məhsulları da var. Bunlar cihazlardır. Cihazlar məcburi belə deyək də, satışa buraxılır. Səbəb də odur ki, deyim ki, alışı da çox yüksəkdir. Səbəb texnika. Texnika bizim həyatımıza o qədər yüksək inteqrasiya olunur ki, biz bu texnikasız qala bilmirik. Və texnikanın nəticəsində bizim orqanizmdə müəyyən mənfi proseslər baş verir. İş burasındadır ki, texnikanın bioritmə görə hazırlanmır.
Əgər texnika bizim bioritmimizə hesablansa, onun qiyməti çox baha olar. Bu baxımdan bu bəsit texnikalardır, məsələn, Wi-Fi-dan tutmuş televizor və s. Bunların elektromaqnit sahəsi və dalğası bizim bioritmimizlə üst-üstə düşmür, ona ziddir. Zidd olduğuna görə biz o təmasa məruz qaldıqda bizim bədənimizdə müsbət iyonların sayı artır. Müsbət iyonların balansı artanda mənfi iyonlara nisbət. O müsbət iyonlar sərbəst radikallar belə deyək də yaradır. Onlar dərhal oksidləşdirir və sərbəst radikalların belə deyək də oksidləşmə prosesləri nəticəsində sərbəst radikallar yaranır və həmən sərbəst radikallar damar divarın belə içəridən başlayırlar, bombalayıb zədələyirlər. Bu mikrozədələrə təbii ki, tromb oturur, trombun üstündən də tromb oturur, üstündən kirəc oturmaya başlayır və bu minvalla şua özü belə kalsium çatışmazlığı fonunda kirəc prosesini artırır. Bundan əlavə də şuanın başqa mənfi təsirləri də olur. Xüsusən qaraciyərə, dalağa, limfa düyünlərinə ki, limfositlərin də sayılığını zəiflədir. Orqanizmdən C vitamini, E vitamini, A vitamini, sinkdir, selendir, maqnezidir, bunların məsrəfini artırır. Buna görə də TNS xüsusi cihazlar satışa çıxarır ki, bunlar sırf insan bioritminə hazırlanıblar. 4 cihazdır orada. Onlarla da bağlı ətraflı biz sizə istəsəniz məlumat verərik. Qısa deyərəm, orada məsələn qeç aparatı var yuxarıda, ayaq işarəsi var onun üstündə. Üstündə 15 dəqiqə ayaq üstə durmaqla həm gün ərzində alacağım, belə deyək də, aldığımız şuanın da mənfi təsirini götürür. Həm də 15 dəqiqə ayaq üstə qalmaq asta qaçışın effektini verir bədənə. Qan və enerjini dövr elətdirir, limfanı dövr elətdirir. Tullantılar bədəndən tez çıxırlar, insan gün boyu gümrah qalır. Gündə 2 dəfə üstünə çıxmaq olar. Hətta əlləri də üstünə qoymaq olar, boyun osteoxondrozunda duzları əritmək məqsədi ilə, hətta üstünə oturmaqla onurğanın, bağırsağın işini də yaxşılaşdırmaq olar. Digər cihazlar da oxşar işlər görürlər. Kiçik versiyalarıdır. Məsələn, orada iynə batırma elminə əsaslanan cihazlar var ki, nöqtələrin yerini bilmədən də cihazı gəzdirirsən, sağlamlaşdırıcı iş görür orqanizmi. Beləcə də o iki aşağıdakı cihazların xüsusi rejimi var. Texnika şüası bədənə müsbət iyonlar verir. Bu cihazlar xüsusi o rejimdə mənfi iyon verirlər və balanslaşdırırlar. Yəni, belə ağılla hazırlanmış cihazlar. Növbəti slayd zəhmət olmasa. Burada gigiyenik məhsullar da var. Onların da seriyası yavaş-yavaş ölkədə artır. Fluorsuz, Azərbaycanca fluor deyirlər. Fluorsuz diş pastası, diş macunu tam təbiidir. Yəni, tam təbiiliyi onun dəridən də tamamən yoxa çıxmaqla hopmasını göstərir. Dəriyə sürtsən belə tamam hopur yoxa çıxır. Uşaqlar üçün, böyüklər üçün istifadəyə çox mükəmməldir. Ağız boşluğunun dezinfeksiyasından tutmuş diş sağlamlığına qədər iş görür. Növbəti slayd zəhmət olmasın. Dostlar, özünüz də gördünüz ki, bu TNS məhsulları bugün lazımdır. Ümumiyyətlə, bioloji aktiv əlavələrsiz bugün sağlam yaşamaq açıqdır, mümkün deyil. 17 ildir həkimlik sahəsini qutarmış tibb mütəxəssisi kimi bunu sizə deyirəm. Çünki özüm də bunun alternativlərini axtarmışam. 17 il davamlı qəbulla yanaşı alternativ də axtarmışam. Çünki buna pul təşkiləm. Mən maraqlıyam ki, başqa bir alternativlər də olsun. Yox. Bundan paralel hansısa belə deyək də danışdığım kimi ədvalar, qida əlavələri, xüsusi bir şeylər qəbul olunanda biraz da rəng qatmış oluruq. Amma bunlarsız mümkün deyil. Yəni, mümkünatı yoxdur. Tək öz adımdan demirəm, artıq bir neçə ölkələr də bunu təsdiqləyir. Yapondan ağıllısı yoxdur ki, görürsünüz ki, Yaponlar 90% əhali ilə qəbul edir. Amma bizim ölkədə də yavaş-yavaş dərk eləməyə başlayırlar. 10 il bundan qabaq açıqdır. Həkim yoldaşlarımı belə iqna eləməkdə əziyyət çəkirdim. Amma bugünkü gün həkim yoldaşlardan da belə dəstək alıram, normal yanaşırlar. Yəni, bugünkü gün deyim ki, amma həkim çatdırmaz bu qədər insana bioloji aktiv əlavə tövsiyəsini verir. Zaten reseptə yazılması yasaqlıdır, qanunvericilik tərəfindən istənilən bioloji aktiv əlavə tövsiyə oluna bilər. Bu da məqsəd yönlü belə olunur ki, insanlar özləri araşdırsınlar. Özləri bu mineral buğalteriyası ilə məşğul olsunlar öz bədənlərində. Həkim hər gün adamın yanında deyil.
Mən bu gün istirahət edirəm, 1000 milliqram qəbul edirəm. Sabah şiddətli fiziksel iş görəcəmsə, mənim tələbatım 1500 milliqram. Mən bunu özüm bilməliyəm və bunu verməliyəm bədənə. Yəni, bu qədər bəsitdir, öyrənmək lazımdır. Qaldı ki, buna pul lazımdır. Sizin kimi təzə eşidənlər sırasında olmuşam 2008-ci ildə və canımın, belə deyək də, dərdindən gəldim, araşdırdım, görüm bunlar nədir, bəlkə bunlar mənə kömək edir. Açıq deyim, universitetin verdiyi bilgilərlə özüm belə sağlam ola bilmirdim, nə yalan danışım. Evdə də hətta ailə üzvlərimizdə də problemlər var idi, onları da həll eləməkdə gücsüz idim. Tip kitabları var idi, qalın-qalın kitablar, Maşkovski və s. Onları bir dənə hərf bə hərf hamısını araşdırıb demək olar əzbərləmişdim. Özümə və ailə üzvlərimə revmatizm, mədə problemi, sinir problemi, xroniki yorğunluq problemi, bu tipli məsələlərlə kömək eləyə bilmirdim. Və gəldim, bu TNS-lə tanış oldum. Nəsə maraqlı gəldi, amma dedim bir prov eləyim, baxım görüm nədir. İstifadə nəticəsində bir aya yaxşı belə fərq aldım. Çox yaxşı fərq aldım və başa düşdüm ki, bunlar lazımlıdırlar. Hətta bir müddət dayandırdım, dedim bəlkə tərkibində narkotik olar, asıllıq yaradar və s. Gördüm, o da yoxdur. Ondan sonra ciddi təhlil və araşdırmağa başladım və bu günə qədər istifadə edirəm. Amma yenə deyirəm, bunun arxasında maddi məsrəf var və 2008-ci ildə mənim maddi məsrəfim o deyildi ki, mən durum, hətta sağlamlıq problemlərim var idi ki, durum o qədər pul xərcləyim, bunu tam qəbul edeyim, tez müddətdə sağalım. Şirkət bunun üçün də şans yaradır. İş burasındadır ki, şirkət mal məhsulunu aptekə vermir, həm keyfiyyətə nəzarət məqsədi ilə, həm də qiymətin üstünə əlavə qiymət gəlməsin, nəzarət eləmək üçün. Nəzarəti necə edir? Hər bir istifadəçiyə qeydiyyat tövsiyə edir. Təbii ki, qeydiyyat açmaq insanın öz ixtiyarındadır. İnsan eləyə bilər, qeydiyyat açmaz və hansısa dostun, tanışın ona tövsiyə verən qeydiyyatı ilə, onun endirimi ilə alır. Amma qeydiyyat olunan insana şirkət əlavə bonuslar verir. Bu bonuslar hansı pullardır? TNS reklama çıxmır və reklama qənaət elədiyi pulları, özü bilirsə Coca-Cola gəlirinin 65%-ni reklama yatırım edir. Yəni 100 minin 65 mini reklama gedir. 100 milyonun 65 milyonu reklama gedir. Böyük rəqəmlər. TNS reklama pul ayırmır və qənaət edir. O reklama ayıracağı pulları qeydiyyata düşmüş istifadəçisinə endirim edir. Bu endirim orada iki tipli olur. Əvvəl endirim olmur. Müddət orada belə deyək, alış-veriş toplandıqca müəyyən bir limitlər vardı orada. O limitləri insan özü seçir. Tanış edirik biz onu ki, sən hansı endirimə çıxmalısın. Və həmən belə deyək də, o dolandan sonra o limitdən sonra endirim yerindəcə olur, ay sonu da müəyyən pul gəlir, pul şəklində. Hədiyyələr ola bilər, məsələn, bu ay bir neçə hədiyyə kampaniyası var. Bayaq dediyim cihazlardan ikisi endirimdədir, kampaniyadadır. Bu günə qədər, bu günün sonuna qədər o kampaniya davam edir. Və hətta əlavə alış-verişlər, belə deyək, müəyyən məbləğ alış-verişlər var ki, təqribi deyim sizə də bir 450 manatlıq, 500 manatlıq alış-verişi, 120 manatlıqda hədiyyə məhsul təqdim edir. Və insan qeydiyyata düşüb, bu qeydiyyatından endirimlərə, bonuslara, hədiyyələrə istifadə edə bilər. Bundan əlavə şirkət bir dənə də orada fürsət verir. Əgər insan şirkətin, belə deyək, təqdimat materialları ilə tanış olsa və ətrafında da sevdiyi, hörmət elədiyi insanlara təqdimatlar versə, yəni izah eləsə, tövsiyə versə bu TNS məhsulları ilə bağlı və yaxud da ən azından bir məsləhət verib, məsələn, bizim belə onlayn və yaxud da üzbəsürət təqdimatımıza həmən adamı qatsa, o adam da tanış olandan sonra razılaşsa və qeydiyyata düşsə, nə qədər adam tövsiyə olunarsa, tövsiyə edən adama əlavə bonuslar ayırır şirkət. Təbii ki, orada daha çox bonusları, endirimləri qeydiyyata düşənin özünə verir. Amma mən öz adımdan deyim, çoxlu insanlara, sayca olduqca çox insanlara müddət şəklində, illərlə tövsiyə verməklə mən özümdən sonra o adamları qeydiyyat elədim və şirkət çox sayda adamdan kiçik rəqəmlər versə də, amma adam sayı çox olduğuna görə də rəqəm çox olur. Və tədricən başa düşdüm ki, mən nə qədər çox adama tövsiyə versəm və bu istiqamətdə bir komanda yarada bilsək,
daha məhsuldar bir iş görərik. Çünki hər bir insanın haqqı, hüququdur bu bilgiləri əldə eləsin. Bizdən də bu bilgiləri vermək, seçim eləmə ixtiyarın özündədir adamın. Heç kimə təkid eləmirik, sizlərə də tövsiyə eləmirəm. Hər bir insan seçimində azad. Onsuz da biz bu mal məhsulları, belə deyək də, qıtlıqdır. Əziyyətlə məsələn, gətirdiririk, qeydiyyatdan keçirdiririk, göndəririk, səhiyyə, qida agentliyi, məsələn, gözləyirik ki, bu məhsul gəlsin, mən bunu əldə edeyim. Hətta qabaqcılıq elə olur ki, pulunu veririk, ailəmiz üçün bunu götürək. Açıq deyim ki, maraqlı deyirik, hər bir adam gəlsin. Başa düşən üçün gözümüz üstə yeri var. Onu da tövsiyə elədiyi adamlara biz də məlumat verməyə hazırıq, kömək eləməyə hazırıq və beləliklə istehlak şəbəkəsi yarandı. Bütün belə deyək də, ölkənin bütün ərazilərində var. Bugünkü bizim təqdimata da çoxlu adamlar qoşulublar. Xarici ölkələrdə də belə bizim dostlarımız, istifadəçilərimiz, əməkdaşlarımız var. Hansı adamlar ki, məqsədyönlü çox adamlara tövsiyə edirlər. Artıq onlarla biz əməkdaşlıq edirik. Və şirkət də bunu qiymətləndirir. Hətta turistik səfərlərə belə hədiyyələr verir. Yəni, hər tərəfli şirkət öz istifadəçilərinə, belə deyək də, proqramlı şəkildə o güzəştlər edir. Bütün hesab-kitab işlərin insan aparmır. Orada şirkətin özünün kompüter sistemi var, onlar həll edirlər. Yəni, yerli bazlıq, qohum bazlıq, nə bilim, daydaylıq və s. məsələlər, tapşırıq, rüşvət heç nə keçmir bu şirkət. Hər şey şəffafdır, avtomatik kompüter özü hesablayır. Hər şeyi özü edir. O baxımdan da rahatlıq yaranır və sevə-sevə mən 17 ildir bunları istifadə edirəm. Və bundan sonra da istifadə edəcəm. Sizlərə də tövsiyə edirəm ki, araşdırın. Gələcək naminə, xüsusən də uşaqlara, abituriyentlərə, yaşlı nəsillərə tövsiyə verin. Şans verin ki, insanlar qoy bilsinlər. Hər bir insanın bu gün bunu bilmək hüququ, haqqı var. Çünki 10 ildən sonra bu zərurətə çevriləcək. Belə dostlar, mənim sizə deyəcəklərim bu qədər. Bu bayram ərəfəsində sağlamlıq təliminə, təqdimatına qatılmısınızsa, demək sizin üçün sağlamlıq həqiqətən önəmlidir. Və çalışın, bunu davam edin, davamlı şəkildə öyrənin, öyrənməli məsələlər çoxdur. Burada məhsullarla bağlı mən çox incəliklərə getmədim, araşdırın. Nə suallar var, biz də sizlərin qulluğunuzdayıq. Gələn günləriniz xeyirli olsun. Biz vaxtlaşırıq bu formada belə təqdimatlar keçirdəcəyik, sizlərə də xəbər edəcəyik. Çalışın, sağlam qalın. Çox sağ olun.